Dəyərli müəllimlər, bugündən etibarən biz sizlə MIQ imtahanına kimi, təbii ki, sertifikasiya MIQ imtahanından əvvəl olacaq günə bir sınaq kampaniyasına başlayırıq. Yəni, hər gün bir sınağın video izahı çəkiləcək və bunun üçün sınaq qruplarımıza qoşulmalısınız video izahları əldə etmək üçün. Time'ın video izahlarını açıq paylaşacağım, amma reading sınaq toplusunun izahlarını kim istəyirsə qrupa qoşulmalıdır. Deməli, Time'ın da sınağını işləməzdən əvvəl təbii ki, ən yaxşısı odur ki, Time'ın lüğətindən həmin sınağın sözlərini əzbərləyəsiniz və lüğətin ən sonlarına doğru da phrasal verblər var ki, aktivdə hal-hazırda MIQ və sertifikasiya imtahanına kifayət qədər çox istifadə olunur o suallardan. Ona görə həmin lüğəti hər dəfə addım-addım sınaq işlədikcə əzbərləsəz sizin üçün daha yaxşı olar. Sınaqdakı dərslikləri və 504-ü əhatə edir. Başlayırıq Trailber'in lüğətinə baxmağa. Bachelor sözünün iki mənası var, subay və bakalavr. A man who is not and has never been married, evli olmayan insana deyilir, yəni indiyə kimi heç vaxt evli olmayıb. A person who holds the first degree from a university or other academic institution only in titles or set expressions. Yəni bu yalnız set expressionlarda istifadə olunur. Deməli, ali təhsilin birinci dərəcəsini almış insanlara deyilir, bakalavr. A bank, bir eniş var, eniş, çayın sahili. Əslində eniş deyirlər, amma biz sırf sahil kimi nəzərdə tutmuşuq bunu. Bir də ki, toplu. Bir də təbii ki, bank sözü var. The land alongside or sloping down to a river or lake, çaya və yaxud da gölə doğru enən torpaq hissə. A set of similar things, especially electrical or electronic devices grouped together in rows. Deməli, bir oxşar eyni əşyaların dəstinə deyilir. Özəlliklə də elektronik cihazlarda və yaxud da sırayla düzülmüş əşyaların dəstinə deyilir. Sonra basement, zirzəmi. The floor of a building which is partly or entirely below ground level. Ground level birinci mərtəbədir. Birinci mərtəbənin altını tamamilə əhatə edən binanın alt qatı. Sonra pupil, şagird, bir də göz bəbəyi, iki mənası var. A child or young person in school or in the charge of a tutor instructor. Bir tutorun və yaxud da təlimatçının məsuliyyəti altında olan və yaxud da bir məktəbdə olan gənc şagird və ya uşağa deyilir pupil. Bir də ki, the contractile aperture in the iris of the eye. Bu da təbii ki, dedik ki, gözün bəbəyi. Sword, qılıncdır. A weapon such as a cutlass or rapier with a long blade for cutting or thrusting that's often used as a symbol of honor or authority. Daha çox şərəf simvolu olan, yəni son zamanlar təbii ki, döyüş vaxtı əskərlərin qılıncı onların namusu qeyrəti sayılırdı. Kəsici alətdir. Sonra etiyə, gözyaşı. Bunun feil forması cırmaqdır, to tear, cırmaqdır. A tear təbii ki, gözyaşı, crying. An estate agent, bu da daşınılmaz əmlak üzrə şəxs. Rusca makler gedir, biz makler kimi tanımışıq da. A person whose job involves selling and renting out buildings and land for clients. Müştərilərə deməli torpağı və yaxud da binaları satan və ya icarəyə verən şəxsdir, yəni işi budur. Assumption, bir aksiyoma, ikinci məsuliyyəti öz üzərinə götürmək. A thing that is accepted as true or as certain to happen without proof. Aksiyomanın tərifini biz deyəndə orta məktəbdə deyirdik, sübuta ehtiyacı olmayan nə idisə, aksiyoma budur. The action of taking on power or responsibility, gücü və yaxud da məsuliyyəti öz üzərinə götürmə. Constant, daimi, occurring continuously over a period of time, bir müddət dövründə davamlı olaraq baş vermək. Fiction, nəsr, müəllif təxəyyülünün məhsulu. Literature in the form of prose that describes imaginary events and people. Deməli, xəyali insanları və ya hadisələri təsvir edən ədəbiyyatda bir formadır. Fiction, bədii deyirik də biz buna. Fluent, səlis, sərrast, axıcı. Able to express oneself easily and articulately. Özünü asan və yaxud da
tam sərbəst, yaradıcı şəkildə ifadə edə bilmək. Sonra fluffy, yumşaq, of like or covered with fluff. Bu da necə yumşaq? Tüklü mənasında yumşaq gedir. Sonra for a change, dəyişiklik üçün nəsə etmək. In a way that is pleasant or interesting because it's different from what usually happens. Adətən baş verdiyindən fərqli olan formada, maraqlı və yaxud da xoşa gələn bir formada baş verir. Gallant 504-ün sözüdür. Cəsur, alicənab. Of a person or their behavior, brave, heroic, qəhrəmancasına, cəsarətli. Charmingly attentive and chivalrous to women, qadınlara cəzbedici şəkildə diqqətli olan, qadınlara qarşı, orada elə mətnin içində də var idi. Indifference, laqeyd, etinasızlıq daha doğrusu. Lack of interest, concern or sympathy, marağının, narahatçılığının, qayğısının olmaması. Partly, qismən, to some extent, not completely, tamamilə olmayan müəyyən bir həddə kimi. Peril, təhlükə, bunlar 504-ün sözləridir hamısı. Serious and immediate danger, ciddi və təhlükəli olan. Sinister, qorxulu. Giving the impression that something harmful or evil is happening or will happen. Yəni belə bir təəssürat bağışlayır ki, nəsə təhlükəli bir şey baş verəcək ya da verir. Still, sakit, səssiz. Stillin bir çox növləri var. Still, sakit, səssiz, hələ də, zaman zərfi kimi hələ də, sonra stil bağlayıcı kimi istifadə oluna bilir, qarşılaşdırma bağlayıcısı, sonra feil kimi sakitləşdirmək mənası var. Not moving or making a sound, hərəkət etməyən və yaxud da səs etməyən. To be different from, fərqli olmaq, fərqlənmək. Not the same as another or each other, bir-biri ilə eyni olmayan. Unlike in nature, form, quality, keyfiyyətində, təbiətində və yaxud da formasında fərqi olan. To be in charge of, məsuliyyətini daşımaq. To have control of or responsibility for something, kontrolun kimdəsə olması və yaxud da məsuliyyətinin. To blame, günahlandırmaq, təqsirləndirmək. To feel or declare that is responsible for a fault or wrong. Kiminsə və yaxud da nəyinsə bir təqsirdə, bir səhvdə məsuliyyət daşıdığını hiss etmək və yaxud da elan etmək. To concentrate on, diqqətini cəmləmək. Bunlar onunla işlənir həmişə. To direct your attention or your efforts towards a particular activity, subject or problem. Öz diqqətini və yaxud da cəhdlərini müəyyən bir fəaliyyətə, əşyaya və yaxud da hansısa problemin üzərinə toplamaq. To deal with, işi olmaq, aid olmaq və bəhs etmək mənası da var. To talk to someone or meet someone, especially as a part of your job, işinin bir hissəsi olaraq özəlliklə kiminləsə danışmaq, kiminləsə görüşmək və s. To demand, tələb etmək. To ask assertively or brusquely, yəni vəkaləti olan, hüququ olan bir şeyi tələb etmək, xahiş etmək. To dodge, əks istiqamətdə hərəkət etmək. To move one place contrary to the normal sequence, normal sıralamasından əksinə bir istiqamətdə hərəkət etmək. And get back again və sonra geri qayıtmaq. To end up, nəticəyə gəlmək, nəticə çıxartmaq. To reach or come to a place, bir yerə çatmaq, bir şəraitə çatmaq və yaxud da elə bir situasiyaya çatmaq ki, gözlənilmirdi bu. To get along with, yola getmək. To have a friendly relationship with someone, kiminləsə dostluq münasibətlərinin olması, səmimi münasibətinin olması. To get into a mess, çətinliyə düşmək. To become involved in a troublesome situation, bir problemli situasiya ilə üz-üzə gəlmək, məşğul olmaq. To get on somebody's nerves, kimisə əsəblərini oynatmaq, əsəbinə toxunmaq. To become extremely annoying to someone, kimə qarşısa həddən artıq zəhlətökən olmaq. To get rid of, canını qurtarmaq, azad olmaq nədənsə. Take action so as to be free of, yəni elə bir hərəkət edirsən ki, ondan nədənsə azad olursan. To have an early night, tez yatmaq. To go to bed early, bunu bilirik, yatmağa tez getmək.
To have the time of one's life, deməli yaxşı vaxt keçirtmək. To enjoy oneself very much, çox yəni zövq almaq, tək başına olmaqdan, bir şey həyata keçirtməkdən. To mislead, səhv yol göstərmək, yanlış məcraya yönəltmək. Cause, to have a wrong idea or impression, səhv ideyasının və yaxud da təəssüratının yaranmasına səbəb olmaq. To obtain, nəsə əldə etmək, get, acquire or secure something, hamısı sinonimləridir, əldə etmək. To participate, iştirak etmək, onu da sinonimi ilə take part indi, hansısa bir hərəkətdə, fəaliyyətdə və yaxud da hansısa toplantıda iştirak etmək. To prevent, qarşısını almaq. To keep from happening, baş verməsinin qarşısını almaq. To regard, bir hesab etmək, iki aid olmaq. To consider, or think of in a specified way, xüsusi bir yolla. Consider, hesab etmək yox, burada müzakirə etmək kimi götürülür, çək-çevir etmək. Relate to, concern, aid olmaqda, elə bu sözlərin özü də. To roll down, diyirlənmək, daha uzun etmək məqsədi ilə ətəyini açmaq, balağını açmaq. To move down, especially by turning a handle. Deməli, handle dəstəyi çevirməklə nəyisə aşağı hərəkət etdirmək, bu deyirlənməkdir. To unfold the edge of, to make it longer, bir şeyi uzatmaq üçün onun ətəyini açmaq və qatını açmaqdır, roll down. Fold'un antonimi. To shriek, qışqırmaq, çığırmaq. Utter a high-pitched piercing sound of words. Yüksək səsli qışqırmaqla səs və yaxud da sözlər demək. Özəlliklə də qorxu, ağrı və yaxud da hansısa bir həyəcan zamanı. To solve, həll etmək. Find an answer to, explanation for or means of effectively dealing with a problem or mystery. Hansısa bir problemlə yaxud da sirlə bağlı cavabın, izahının və yaxud da mənasının tapılması. To split, dağıtmaq, məhv etmək, parçalamaq. Break or cause to break forcibly into parts, especially into halves or along the grain. Hissə, yarım hissələrə, xırda hissələrə ayırmaq, özəlliklə də güc, qol gücündən istifadə edərək qırmaq. To take a nap, mürgüləmək. To sleep for a short time, especially during the day, gün ərzində qısa müddətlik yuxu yatmaq. To tear, cırmaq, parçalamaq, hissələrə ayırmaq. To pull apart or to pieces with force, gücdən istifadə etməklə, fiziki gücdən istifadə etməklə hissələrə ayırmaq. To unscrew the tap, su kranını açmaq, unscrew. To loosen or withdraw to by turning a device by which a flow of liquid or gas from a pipe or container can be controlled. Kontrol oluna bilən hansısa bir mühərrikin və yaxud da qurğunun hissəsini loosen, boşaltmaqla mayenin axmasına, qazın borudan axmasına səbəb olmaq. Tribal-dakı qəbiləyə uyğun, tribe qəbilədir və biz onu hansısa ismin qarşısında istifadə edəndə artıq tribal şəkilçisi, sifət düzəldən şəkilçi əlavə etməliyik. Of a characteristic of a tribe or tribes, hansısa bir qəbilə və yaxud da qəbilələrə xarakterik olan hansısa bir xüsusiyyət.